Sizi bugün burada görkemli Axtamol Akademik Zərfə xanım Əliyevanın 102 illik yubileyinə və millətimizin taleyində iz qoyan, igidliyi, fədakarlığı və mübarizliyi ilə yadda qalan qəhrəman Azərbaycan qadınlarına həsr olmuş tədbirdə salamlayır. Bu tədbirlə biz həmin qadınların həyat yoluna işıq tutmaq, onların misilsiz şücaətini bir daha yad etmək və gələcək nəsillərə nümunə göstərməyi qarşımıza məqsəd qoymuşuq. Və bütün bunları bir gənc yazarın dili ilə sizlərə təqdim edirik. Buyurun, xoş izləmələr. Bizler senin kimi güclü, yürekli, azad kadınların ersiyik. Korkma. Yakın dur. Korkma. Sana bir sır açacağım. Yakın dur. Benim her səhifəm öz dövrünü açılacaq. Kitap, bu yazılar, bu sözler, bunlar adi sözler değil. Azərbaycan qadının tarixdəki əzəmətidir. Hər sətrində insanın qəlbi titrir. Bu sətirlər tarixin dərinliklərindən gələn, süzülüb gələn bir sərnamədir. Mən bütün vərəqləri oxumalıyam.
əvvəl 6-cı əsrdə yaşamış Türk tayfalarından olan Massagetlərin kralisası. O, ilk qadın hökümdardır ki, imperiyaya meydan oxuyur, qisasını alaraq xalqını, torpaqlarını qoruyor və bununla da tarixə ilk hökümdar qadın olaraq adını yazdırır. Bu səhifədə bir qılıncın kölgəsi var. Bir qadın döyüş meydanındadır. Qan deyil, qərar dolu böyüdən. Eşidirsiniz? Bu addımlar hökümdar Tomrisindir. Bizim torpaqlarımıza girənlər bilməlidir ki, buradan sağ çıxmaq olmaz. Mənim xalqımın qanını tökənləri mənim əllərim cəzalandıracaq. Mən bu tarixi oxumuşam. Sən kimi məğlub edən Tomrissən. Bəli, mən qadınam. Amma taxta oturan bir hökmdarım. Məni zəif hesab etdilər. Lakin artıq mənim qılıncım xalqıma uzanan əllərin cəzasını verdi. Amma bir qadın olaraq bu qədər gücsüz olmaq necə bacardınız? Qadın olmaq zəiflik deyil. Qadın öz torpağının anasıdır. Xalqının qoruyucusudur. Mən oğlumu itirdim. Amma gözyaşı tökmədi. Çünki mənim gözyaşlarım bu torpağı qoruya bilməz. Bu torpaqları yalnız bu qılınc qoruya bilər. Tarixi yazanlar deyil, qanıyla möhürləyənlər qalib gəlir. Unutma, heç bir qadın gücsüz deyil. Ona inanmadıkları günə qədər. Mən sənin gücünü hiss edirəm. Mən də qorxmadan sözümü deməliyəm. Bunu unutma. Qorxma. Döyüş. Nüşabə. Eramızdan əvvəl 4-cü əsrdə yaşamış Albaniya hökümdarı Xaqan Nüşabə. O, Makedoniyalı İskəndərlə görüşür və torpaqları işğaldan qurtarır. Sən də mi hissedirsən? Sən də mi hissedirsən bu səhifənin sehrini? Sözlər sərt deyil, lakin kəskin. Baxışları ilə bir şəhəri, bir qanı qoruyan qadın var bu səhifədə. Səssiz olaraq dünyanı susturan Xaqan bir qadın. Dinlə. Bu səssizlik Xaqan Nüşabənin səsidir. Bəli, mən Nüşabəyəm. Sən isə tarixlə üz-üzə dayanmışsan. Sən qadın hökümdardın. Orduları məğlub etdin. Makedoniyalı İskəndərlə görüşdün. Amma tarix sənin haqqında heç o qədər danışmır. Bəs sən necə? Danışacaqsan? Mən istəyirəm. Amma qorxuram. Qorxuram, heç kim eşitməyəcək, heç kim dinləməyəcək.
qorxuya yer yoxdur. Söz qılınc kimidir. Ya zəiflərin əlində paslanar, ya da güclərin əlində tarix yazar. Biz həmişə var olmuşuq. Taxtacın kürsüsündə, səngərlərdə, kitabxanalarda, meydanlarda. Mən qadın olsam da, döyüşdən çəkinmədim. Sarayımda qılıncın səsi ilə sözün qüdrətini eyni tutdum. İskəndər gələndə qorxmadım. Bu torpaq təkcə fatihlərin deyil. Bu torpaq qadınların da iradəsi ilə qorunur. Sən döyüşlə avarsan, mən sözlə, deyərək qarşısında dik vurdum. Qadın olmaq susmaq deyil. Qadın olmaq düşünməkdir. Sən də düşün. Əgər sən qorxarsansa, bizim səsimizi kim eşidəcək? Tarixdə iz buraxmaq üçün güclü olmaq lazımdır. Amma güc həmişə qılıncla gəlmir. Sənin gücün sözdədir, yazdıqlarındadır. Onları dünyaya göstər. Mən yazacağım. Sizin üçün, bütün Azərbaycan qadınları üçün. Unutma, sənin gücün sözdədir. Məhsəti Gəncəvi 12-ci əsrin Azərbaycan şairəsi. Şeirləri qadın haqları, sevgi, insan təbiəti haqqında. O, həmçinin Orta Şərqdə də ilk şairə qadınlardandır. Xalqın başında gəl olsam da bir tac, ağladar səni də bir gün ehtiyac. Xalqın dərdinə qal, ona yaxın ol, qorx o gündən, özün olasan möhtac. Bu dünya bir qızıl kuzəyə bənzər, suyu gah şirindir, gah da ki zəhər. Çox da öyünmək uzundur ömrün, əcəl köhlənində hazırdır yəhər. Əcəl köhlənində hazırdır yəhər. Bu nədir? Mən hardayam? Sən düşüncənin azad olduğu yerdəsən. Burada yalnız söz hökmranlıq edir. Sən Məhsəti Gəncəvisən. Mən Məhsəti, Gəncədən doğan səs. Rübailərimlə dünyanı dəyişdirən qadınam. Söz mənim qılıncımdır. Mən döyüşə çıxmadım, amma bir beytimlə qəlbləri fəth etdim. Baxma ki, qadınam, qələmim kişi zəkasında fəth etdi. Mən sən rübailəri çox oxumuşam. Azadlıq, sevgi, qadın haqları. Bunları necə yaza bilir? Axı dedim, söz mənim qılıncımdır. Qadının susmağa məcbur olduğu bir dünyada mənim sözlərim üsyan edir. Amma sənin dövründə qadınların belə güclü olması qəbul olunurdu. Qəbul olunmurdu. Bəs elə deyirsən, necə olur ki, mənim rübailərim zaman sınavından keçərək gəlib sənə çatır?
Mən susmadım. Çünki bilirdim, söz qadının ən güclü silahıdır. Sən də yazarsan, elə deyilmi? Amma çəkinirsən. Öz səsini tapmaqdan qorxursan. Tarih unudanları silir, amma yazanları yaşadır. Yaz, qorxma. Sənin səsin də bir gün başqalarını oyadacaq. Sən də yaz. Sara xatun 15-ci əsrin ortaları Ağqoyunlu dövlətini quran Uzun Həsən və bu dövlətin möhkəmləməsində böyük rolu olan Uzun Həsənin anası Sara xatun. Sara xatun elə bir diplomat qadın olub ki, dövlətini qorumaq adına Trabzonun işğalı zamanı gəlini Uzun Həsənin arvadı Dəsbinə xatunun Trabzon valisi olmasına əsas gətirərək sarayın xəzinəsinin yarısını Fatih Sultan II. Mehmedlə yar bölmüşdü. Bu səviyyədəki bir ananın nəfəsini duyduğumu, dövlətinin və oğlunun arxasındakı görünməyən əllər onun əlləridir. Səbrin və siyasətin adı Sara xatun. Mən bir çox fatihlərin qarşısında dayandım. Dövlətin qapısında durdum. Elçini qarşılayan da mən oldum. Sülhə imza atan, hər sözüm bir qala, hər baxışım bir sərhəd oldu. Elimə göz dikənə qılınc yox, ağıl göstər. Xan olma. Amma taxt qurdu, sükutla, səbirlə, zəka ilə tarixdə iz qurdu. Sən bir qadın olaraq güclü hökümdarlarla necə danışa bilirdin? Qadın olmaq zəiflik deyil, ağıllı bir söz, min nizədən daha itir.
Yenə yar, neden cindir mənim bu şad olan gün? Rumuz eşkidən agah oldu, ustad olan gün. Görüb diyarı əryar ilə, olub bir məhv nəzarə, elibdir sinəsin tarə, mənim ağlad olan gün. Niyə peymandan keçdin, niyə zəncirdən qaçdın, nədəndir çöllərə düşdün, mənim bərbad olan gün. Fərahan ruzimə şərdir, sər-sər, mədiqən, o zülfün koyub dərhəmdir, mənim azad olan gün. Axır mətəban zarə, gülü bəxtim kimi qarə, gözəl məzlum tək avarə, mənim maşad olan gün. Mənim maşad olan gün. Mən hardayam belə? Sən sevgi ilə xeyirxahlığın qarışdığı bir yerdəsən. Sevməni eşidirsən. Sən o şıkbanın atavansan. Bəli, bəziləri məni xanım adlandırır. Amma mən sevginin, kədərin insanlığa olan borcunun səsiyəm. Bilirsənmi insanı ölümsüz edən nədir? Sözləri, əməlləri və arxasında qoyduğu izləri. Mən şeirlər yazdım, təkcə kağız üçün yox. Su kəməri çəkdirdim, yalnız torpaq üçün yox. Mən istədim ki, insanlar yaşasın, sevinsin, elm öyrənsin. Necə də gözəl danışırsan. İnsanın gücü hər zaman ürəyində olmur. Yeri gələnlər sevginin, mərhəmətin, biliklərin ruhunda olur. Səni dinləmək necə də xoşdur. Sən də öz sözünü, sən də öz ruhunu kəşf et. Mən də bu söz də yazdım. Bunu da qeyd edelim. Görün tarixdə nə qədər gözsüz demiş qadınlarımız var. Mən gərək elə bir kitab yazdım ki, heç bir tarixi faktı unutmuyorum. Tarixi yazırsansa, heç nəyi unuda bilmərsən. Unutsan, tarix səni bağışlamaz. Gəl qızım, gəl. Yaxındır. Mən buradayam. Mən sadə bir kitab deyiləm. Mənim səhifələrimdə təkcə əsrlərdə qalan qəhrəman Azərbaycan qadınları yaşamır. Səhifələri diqqətlə oxusan, orada daha neçə ilkə imza atmış, xalqımızın öz sözünü demiş qadınlarını tanımış olarsan. Bu vərəqləri açdıqca sən əmin olacaqsan ki, güc heç vaxt geçmişdə qalmır.
Zərifə xanım Əliyeva. Zərifə xanım Əliyeva elə bir avtomoloq alimi oldu ki, o ilk avtomoloq alimi idi. Məncə bu üçün keçmişə səyahət etməyə ehtiyac yoxdur. Çünki onun hakimiyyəti sevən ürəklərdə, nur verdiyi gözlərdədir. Çünki vuran əlin, düşünən beynin, danışan dilin, görən gözlərindir Zərifə xanım Əliyeva. Öz ömrünü cismin gözünə həsr etmiş, ruhun gözəl gözləridir Zərifə xanım Əliyeva. Bu səhifədə isə ağ xalatın içində bir ürək döyünür. Elmin dünyasında insan yaşadan bir qadın var. Zamanın içindən çıxıb bu günə gələn Zərifə xanım Əliyeva. Mən həyatı quran gözləri qorudum. Sadəcə həkim olmadım. Ümidin, şəfanın, savadın siması oldum. Mikroskop altında sadəcə hüceyrələr yox, bu millətin sağlam gələcəyi vardı. Qadın olmaq bəzən bir səssiz gül, bəzən də dayanmadan çalışan əllərdir. Mən o əllər idim. Elmin işığında insanın naminə ağlını duymadan çalışan əllər. Zaman keçər, ağlar silinər, amma gözlərin gördüyü nur, bax o əbədi qalardı. Mən o nuru qorudum və bu gün də hər savadlı qız uşağında, hər şəfqətli həkim baxışında mən yaşayıram. Mənim xalqımın bu cür mərd qadınları olduğu üçün çox şanslıyam. Mən bir kitabdan köhnə, saralmış, səhifələri zamanın nəfəsini daşıyırdı. Hər sətrində bir qadın danışırdı. Səsləri əsrləri yarıb gələn, qılınc çalan, söz deyən, elm öyrədən qadınlar. Tabriz! Düşmənə meydan oxuyan bir ana, övladının qanını torpaqla yuyan bir hökümdar. Dedilər qadın gücsüzdür, amma o imperiyanı titrədən bir savaşçı oldu. Qorxma, döyüş dedi. Nüşabə! İskəndərin qalasında əyilməyən, qalasında qürurla dayanan bir xaqan. O dedi, qadın zəif deyil, qadın güclüdür. Öz ayağıyla, öz ağlıyla düşməni diz çökdürdü. Məhsəti. Sözlərindən musiqi doğan bir şair, sevgini, azadlığı kağıza həkk etmiş bir ruh. Dedilər qadın susmalıdır. Amma o misralarıyla qaranlığı ışıqlandırdı. Sara Xatun.
Dedilər siyasət kişilər üçündür. Amma o fatihlərlə danışıb taxtların taleyini həll etdi. Natavan. Çölünləri işıqlandıran, şeiriyle sevgini, xeyriyyəsiyle insanlığı yaşadan Xaqan qızı. Dedilər qadın kölgədə qalmalıdır. Amma o hər kəsin könlündə bir çıraq yandırdı. Amma qəhrəman Azərbaycan qadının tarixi bununla bitmir. Müasir dünyamızın tanınmış qəhrəmanları, ilk təyyarəçi qadın Leyla Məmmədova, ilk hərbi pilot Züleyxa Seyidməmmədova, ilk milli qəhrəman qadın Gültəkin Əsgərova, ilk şəhid jurnalist qadın Salatın Əsgərova, ilk qadın nazir Tahirə Tahirova, ilk aktrisa qadın Gövhər Qaziyeva, ilk bəstəkar qadın Ağabacı Rızayeva, ilk opera bəstəkarı Şəfiqə Axundova, ilk opera müğənnisi Şövkət Məmmədova, ilk qadın yazar Mirvarid Dilbacı, ilk qadın tədqiqatçı Sara Aşurbəy. İlahi bu adların hamısı və daha çoxları Azərbaycan tarixində ilki imza atmış qadınlarımızdır. Zərifə Əliyeva, elm üçün göz nurunu verən, minlərlə insanın dünyanı görməsinə səbəb olan bir alim. Dedilər qadın elmdə ucalmaz. Amma o gözlərə işıq, qaranlığa nur gətirdi. Bugün burada gördükləriniz təkcə keçmişin deyil. Bugün burada görsənən təkcə keçmişin hikayəsi deyil. Mən hökümdar qadınam. Mən Xaqan qadınam. Mən şairə qadınam. Mən diplomat qadınam. Mən sevgilim və xeyirxahlıq rəmziyəm. Mən gözlərə nur verən qadınam. Bu gündə, sabahda, vətənimizin azadlığı uğrunda canından, qanından keçən, dəmir yumruq ətrafında birləşən, qəhrəman igid ərlərimizi dünyaya gətirən qəhrəman Azərbaycan qadınları. Və bütün zamanları aşan bir gün. Hürmetli kardeşlerim, bununla da Atatürk
hasta olmuş, kalplerimiz başa çarptı. Oktay Emir. Oktay müəllim. Teymur müəllim. Mikrofonları. Ha, götür. Müəllim, icazə versin mən. Biraz arkaya gider. Gider, düşme. Tərlan. Ay Tərlan. Sen özün.